İbrahim müəllim, evin qızdırılmasında istipol daha yaxşı effekt verir, yoxsa radiatorlar? Mənim şəxsən seçimim istipol olardı. İstipol istiliyin tam bölünməsinə və yaxud istilik bilirsiniz də fizika qanununa uyğun olaraq aşağıdan yuxarı qalxır həmişə. Ona görə şəxsən mənim seçimim olsa mən istipola üstünlük verərdim, amma burada yaşam sahəsinə görə, sonra əşyaların yerləşdirilməsinə görə istipolun çəkiləcəyi yerlər bölünməlidir. İstipol o demək deyil ki, bütün otağın hər yeri istipol olmalıdır. İstipoldan əvvəl bir dizayn olmalı ki, otağın içində mebellər harda olacaq və s. olacaq ki, istipol səmərəsiz yerə həm əlavə xərc və artıqlıq yaratmasın, həmçinin də səmərəsiz yerə fəaliyyət göstərməsin. Ona görə mən istipolu daha düzgün qiymətləndirirəm. İstipol istinin düzgün bölünməyi, insan üçün ən lazım olan yer döşəmədir. Döşəmədən istinin bərabər paylanmaq üçün ən gözəli istipoldur. Qaraqoyunlu inşaat. İşinizi peşəkarlara həvalə edin. Ev təmiri və sıfırdan tikintisi ilə bağlı qeyd edilən nömrələrlə əlaqə saxlaya bilərsiniz.